اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم اهدني فيه لصالح الأعمال واقضي لي فيه الحوائج والآمال. يا من لا يحتاج إلى التفسير والسؤال، يا عالما بما في صدور العالمين، صل على محمد وآله الطاهرين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. وصلى الله على سيدنا ونبينا وعلة وجودنا محمد وآله الطيبين الطاهرين المعصومين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarək Ramazan ayının 17-ci gününün duası və onun müxtəsər şərhi. Allahümme ehdini fihi li salihil a'mal vaqzili fihi l-havaice vel amal. Ey Allah, Pərverdigara, bugünkü gündə yaxşı, salih əməllər üçün, yaxşı işlər görmək üçün məni hidayət elə, mənə yol göstər. Məni hidayət elə. Bəli, hidayət neçə cürdür? Hidayət var, ümumi hidayət var, bir də var xüsusi hidayət. Yəni təkvini, təşrii. Ümumi hidayət. Məsələn, Allah Teala Qur'an-ı Kərimdə buyurur: Ələm nəz'əlləhu ayneyn və lisanən və şəfəteyn və hədeynahun nəcdeyn. Biz insan üçün iki göz və dil, iki dodaq yaratmadıq mı? Yaratmadıq mı? Və iki yol ayrıcına, iki yola onu hidayət edən, yaxşını pisdən ayırmağı biz hidayət etmədik mi? Burada Allahın bu hidayəti bütün bəşəriyyətə aiddir. İki göz, qulaq, ağız, yəni dil, dodaq və yol göstərmək, yaxşını pisdən Allah Teala bütün bəşəriyyəti Allah Teala bu yolu göstərib də hidayət edibdir. Və bir də var xas hidayət, məxsus insanlara aid olan hidayət. Məsələn, Qur'an-ı Kərimdə o möminlər ki var, mağaraya sığındılar, Əshab-ı Kəhf. Kəhf surəsində Allah Teala onları belə tanıtdırır, buyurur onlar üçün. İnnəhum amenu billah. Ki o bir dəstə, bir neçə üzrdən cavan ki onlar Allaha iman gətirmişdilər. Mömin idilər, Allaha iman gətirmişlər və zidnahum huda. Biz onların hidayətini artırdıq. Yəni bu hidayət məxsus onlara idi. Allahın məxsus bəndələrinə olan hidayəti ki var, Allah artırır. O ümumi hidayət yox, məxsusi hidayətdir, xasdır. Yenə Allah Teala Qur'an-ı Kərimdə buyurur: Və yəzidullahul-ləzīnə ihtədəv huda. Hidayət olunan, hidayəti qəbul edən, Allahın hidayətini qəbul edib, düzgün yol, istiqamət alıb gedənlərin hidayətini Allah Teala artırar. Yəni hamısını yox, o kəslər ki sözə baxandılar, mömindilər. Bu da xas hidayətə aid bir ayə. Ey mənim Allahım, Pərverdigarım, bugünkü gündə məni hidayət elə, mənə yol göstər, mənim o hidayətimi artır. Hər günkü bizdir ki, ihdinəs sıratəl müstəqim. Allah məni doğru yola yönəlt. Biz doğru yoldayıq inşallah ki. Lakin bu hidayəti Allah biraz da artır. Ki hidayətin mərtəbələri vardır ki. Ən yüksək mərtəbəyə, ən yüksək zirvəyə Allah Teala bizi yetirgilər. Bəli, Allah hidayət elə, yol göstər, yaxşı əməl görməkdir, salih əməllər. Yəni, yaxşı əməl deyəndə təəssüflər olsun, bir dəstə insanlar ki var və olubdur həmişə, bir para xoşa gəlməz işlər görüblər və bunu din adı ilə, salih əməl adı ilə görüblər.
Lakin elə olmayıb. Allah o əməllər ki, sən onları salih əməl bilirsən. Həzrət Peyğəmbər əleyhissalamın nəzərində salih əməllərdir. Allah məni o işləri görməyə yönəlt, istiqamət ver, hidayət elə. Qur'an-ı Kərimdə oxuyuruq. Allah Teala buyurur: "Qul hal nunabbiukum bil əxsərinə a'mala?" Xəbər verimmi sizə ki, əməl baxımından, iş görmək baxımından ən ziyankarlar kimlərdir? O kəslər ki, yolun azıblar, azğındılar. Bu dünya həyatında yolun azıblar və elə hesab edirlər ki, ən gözəl işi onlar görürlər. Bir para çirkin işlər görürlər, cinayətlər edirlər. Din adı ilə hətta bunu görənlər ki var və bunu Allah yolunda yaxşı bir iş kimi bilirlər ki, ən böyük ziyana uğrayanlar onlardır. Bəli, çox təəssüflər olsun ki, özlərin müsəlman bilənlər, mömin hesab edənlər, Allah adı ilə Allahu Əkbər deyərək ki, günahsız insanların başlarını kəsirlər, zülümlər eləyirlər. Həm fikir olmadıqlarına görə, eyni əqidəni daşımadıqlarına görə başqa məzhəb nümayəndələrini kafir elan edib və qətliam həyata keçirirlər. Biz bunu dünya ölkələrində, şərqdə biz bunu görürük və böyük təəssüf hissi ilə, çox böyük ürək ağrısı ilə biz bunu görürük. Ki onlar bunu din adı ilə, Allahu Əkbər şüarı ilə təəssüflər olsun edirlər ki, ən böyük ziyankarlar, azğınlar məhz elə onların özüdürlər. Bu cinayətləri həyata keçirənlərdir. Allah Teala bizim gənclərimizi, Allah Teala bu münhərif yollardan qorusun inşallah. Bəli. Allah o cürə əməl yox, özlərinin düşündüyü salih əməl yox. Allah o salih əməl ki, yaxşı əməl ki, sən onu yaxşı əməl bilirsən. Peyğəmbər əleyhissalamın könlünü xoş edən yaxşı əməldir. Allah bizləri hidayət elə, bizlərə yol göstər, biz o cürə salih əməl sahiblərindən olaq. Vaqzili fihil havaicə vəl amal. Ey mənim Allahım, pərverdigara, bugünkü gündə mənim arzu istəklərimi həyata keçirginən. Dua edirik. Allah Teala hacətlərimizi rəva eləsin. Vaqzili fihil havaicə vəl amal. Bəli, ey mənim Allahım, pərverdigara, bugünkü gündə mənim arzu istəklərimi həyata keçirginən. Bəli, dua edirik. Öz hacətlərimizi, istəklərimizi, irili xırdalı bütün hacətlərimizi Allahdan istəyirik. Əd-dua muxul ibadə. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, dua ibadətin məğzidir. Dua, ən böyük dua etmək, ən böyük, ən üstün ibadətlərdəndir ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, "Qul ma ya'bau bikum rabbi laula duakum." Deyinən mənim pərverdigarım sizə təvəccüh etməz. Allah öz rəhmət nəzərin sizə salmaz, əgər sizin duanız olmasa. Allahın rəhmət nəzəri, mərhəməti ki, sizin məhz dualarınıza görədir. Hər bir işdə dua edib Allahdan istəmək. İnsanın öz hacətini dilə gətirməyi, tez-tez qonşusuna, dostlarına əl açmağı insanı abırdan, hörmətdən salır. Lakin hər bir işdən ötəri, xırda bir işdən ötəri də dua edib, onu Allahdan istəmək insanı daha da möhtərəm edir Allah yanında. Allahdan gərək insan dua edib istəsin. Allah Teala Həzrəti Musa Peyğəmbərə buyurdu. Ya Musa, ud'uni bimilhi acinik. O xəmir üçün bir çimdik duza ehtiyac olur. Onun üçün də məni çağır, onu da məndən istəginən. Hətta bir çimdik, biraz duzu belə ki, ehtiyacım var, xəmirə qatmaqdan ötəri. Onu da məndən istə. Onun üçün də dua elə, onu məndən istəginən. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, iki kişi, eyni əməl sahibi olan iki kişi, iki mömin, namazları, orucları bir, əqidələri bir, savabları bir, ikisi də cənnətə daxil olubdur. Lakin biri baxıb görər ki, mənim yoldaşımın, rəfiqimin, yəni dostumun məqamı məndən daha alidir. Və heyrət içində soruşar. Nəyə görə o hansı əməli görübdür? Axı, eyni əməli biz görmüşük, eyni işi görmüşük. Necə olub ki, onun məqamı pərverdigarı aləm daha üstün? Allah Teala buyurar onun cavabında ki, Səələni və ləm təsəlni. O, məndən hər bir şeyi istəyirdi məndən.
Hər bir şeyi istəyirdi. Bütün hacətimi məndən istəyirdi. Xırda bir şeyləri də məndən istəyirdi. Lakin sən elə deyildin. Bəlkə dua peyğəmbərlərin silahıdır. Silahul ənbiya. Dua bəlaların qarşısını alır. Hədislərdə var, bəla nazil olar, onun qarşısını insanın, müminin elədiyi dua qalxan kimi onun qarşısını alar. Bəli, Allah hacət və istəklərimi yerinə yetir. Ey aləmlərin qəlbində, ürəklərində olanı bilən Allah, salli ala Muhammedin və alihi tahirin. Peyğəmbərimiz Həzrəti Muhammedə və onun pak əhli beytinə salavat göndər. Bəli, duanın axırında Həzrət Peyğəmbər əleyhissalam və onun pak itrəti əhli beyti yad olunur. Hədislərdə var ki, bütün dualar məhcub, yəni hicablanıb. Əgər dualarınızın qəbul olmağını istəyirsinizsə, mütləq o duanı yaxşıraqdır. Əvvəldə də salavatla başlayın, axırında da salavatla xətmə yetirin, salavatla tamamlayın. Kullu duain la yusalla fih fəhvə məhcubun. Hədis buyurur ki, hər bir dua ki, əgər onda salavat olmazsa, o dua məhcubdur, hasarlanıbdır, hicablanıbdır. Dualarınızın qəbul olmağını istəyirsinizsə, dualarda Peyğəmbər əleyhissalamı və onun pak əhl-i beytini yad eləyin və onlara salavat deyin. Allahın veri izzəti cəlalına Allah Teala dualarımızı qəbul eləsin. Muhammed və Ali Muhammedin ehtiramına. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.